hasrete çevrildi bakışlarınız, kanlı seçilerden akışlarınız, güllere gark olmuş baştaşlarınız, namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Yerdi köksünüzü namert güllesi, dondu dininize vatan neylemesi. Din diyanaları ahun alesi, akar gözlerinin yaşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerinde. Ərazi bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparmış igid vətən övladı, məktəbimizin məzunu Sədaqət Məhərrəməlioğlu Ələmovun əziz xatirəsinə həsr olunmuş ədəbi bədii kompozisiyanı açıq elan edirəm. Vətən, bizim ana yurdumuz, ana məskənidir. Sən bir gülüstansan, sinəsi laləli, köksü nərgizli bir çəmənsən. Sən bizə doğmasan, əzizsən, müqəddəssən, bizi dünyaya gətirən doğma anamız kimi. Ona görə də adını müqəddəs ana kəlməsi ilə bircə çəkilirsən. Vətən, bu kəlmə necə də təmiz ürəklər qədər safdır, paçdır. Bu söz billur bulaqların gözləri tək şəffafdır. Yaşadığın
anlamı var bizler üçün. Bu, vətənimiz Azərbaycandır. Azərbaycan, igidlər, mübarizlər, atəş ürəkçilər vətəni. Tarixdə izi qalan, sözü qalan qoca şərqin qapısı. Nizamilər, Füzulilər, Nəsimilər, Vurğunlar, Üzeyirlər ilham alıb səndən. Nərəsi polad iradəsi ilə düşməni lərzəyə salan. Ulu Babəkin son nəfəsində də sən oldun Azərbaycan. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Mən bir uşaq, sən bir ana. Odur ki, bağlıyam sana. Hançı səmtə, hançı yana. Hey uçsam da yuvam sənsən. Elim, günüm, obam sənsən. Fəqət səndən gün düşəndə, ayrılır məndən düşəndə, saçlarıma dən düşəndə, boğar, aylar, illər məni, qınamasın eller məni. Dağlarının başı qardır, ağır beyin buludlardır. Böyük bir geçmişim vardır, bilinmeyir yaşın sənin. Nələr çəkmiş başın sənin. Düşdün uğursuz dillərə, nə saylara, nəsillərə, nəsillərdən nəsillərə. Keçən bir şöhrətim vardır, oğlun, qızın, bəxtiyardır. Könlüm keçir Qarabağdan, gah bu dağdan, gah o dağdan. Axşamüstü qoy uzaqdan, havalansın xanım səsi, Qarabağın şikəstəsi. Gönlümün sevgili məhbub imanım. Vatanımdır, vatanımdır, vatanım. Vatanı sevmeyen insan olmaz. Odlar yurdum Azərbaycan. Tarixi gözlərimizin önündə xəyalən canlandırdıqca heyrətlənirik. Sən neçə sınaqlardan keçmisən. Barlı, bərəkətli torpağına kimlər göz dikməyib. Torpağında kimlər at oynatmayıb. Təkəbbüründən yer titrəyən çar hökuməti torpağına hücum etmiş. Sonda isə qan içməkdən doymayan başlarını bu torpaqda qoymuşlar. Şanlı tariximizə nəzər saldıqda görürük ki, vətənimizin başı üstünü buludlar alır. Yadelli işğalçıların hücumlarına məruz qaldıqda yurdumuzun igid, cəsur oğulları, qeyrətli qızları silaha sarılır. Düşmənə qarşı qəhrəmanlıqla mübarizə apararaq ana yurdumuzun düşmən tapdağına çevrilməsinə imkan verməmişlər. Lakin tali və tarixin acı hökmü ilə bizə qonşu olan məkirli və qəmənniyyətli erməni xalqı və onların mənfur həvadarları həmişə olduğu kimi yenə də ana yurdumuza qarşı düşmənçilik niyyətindən əl çəkmədilər. Azərbaycan torpaqlarında məskunlaşdırılan, özlərini beynəlxalq aləmdə yazıq və bədbəxt xalq kimi təqdim edib öz çirkin və rəzalətli niyyətlərini örtbasdır etmək istəyən ermənilər doğma Azərbaycan torpaqlarına qarşı üsyançılıq siyasətinə başladılar. Məlum müstəmləkəçi dövlətlər tərəfindən dəstəklənən və eləcə də xalqımızın sülhməramlı niyyətlərinə azğınlaşan erməni silahlı quldur dəstələri quduzcasına torpaqlarımıza basqın edərək görünməmiş vəhşiliklər törətdilər. Tariximizin bütün dönəmlərində Babək, Cavanşir, Şah İsmail, Koroğlu, Cavad xan kimi qeyrətli qəhrəman övladları yetişdirən xalqımız təbii ki, zamanın bu sınağında da öz yeni qəhrəmanlarını bəxş etdi. Qəhrəmanlıq elə bir məfhumdur ki, bəlkə də bunu etməyin hər hansı bir mexanizmi yoxdur. Qəhrəmanlar təsadüfən yaranmır. Onlar tarixi zərurət və şərait yetişəndə üzə çıxır. Elin, obanın, bütövlükdə ölkənin və xalqın xilaskarına çevrilirlər. Zorla cəlb edildiyimiz Qarabağ savaşları da göstərdi ki, doğma vətənimiz Azərbaycanın igid və cəsur oğulları, qeyrətli və ismətli qızları yenə də yetərincədir. Vətən sevgisi ürəklərin hökmü ilə döyüşə atılan bu vətən övladları doğma yurd, doğma torpaq uğrunda canlarını fəda etməklə əbədi ölümsüzlüyə,
şəhidlik zirvəsinə ucalmışlar. Bugün biz müstəqil Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına mübarizə aparmış minlərlə vətən övladlarından biri, məktəbimizin fəxri məzunu Əlamov Sədaqət Məhrəməlioğlunun əziz və unudulmaz xatirəsi haqqında danışmaq istəyirik. 1973-cü ildə Məhrəməli kişinin ailəsində ilk övlad sevinci yaşandı. Adını Sədaqət qoydular. Mənsurə ana sevə-sevə, əzizləyə-əzizləyə, həm də çox çətinliklə böyütdü ilk balasını. Zaman keçdi. 1980-ci ilin sentyabrında Əlamov Lənkəran şəhər 9 saylı məktəbin 1-ci sinifinə qədəm qoydu. Bütün ilk sevincləri ata və ana Sədaqətdən görüldü. Orta məktəbi nümunəvi davranışı və əla qiymətlərlə bitirdi. Hələ uşaqlıqdan vətənə olan sevgisi və bağlılığı ilə fərqlənən Sədaqət böyük arzularla yaşayırdı. Məktəbi bitirdiyi il Respublikamızın ən çətin vaxtlarına təsadüf edirdi. Bizim ölkəmiz azad olmadan biz azad vətəndaş ola bilmərik. Buna bizim haqqımız da çatmaz deyərək Sədaqət hər bir vətənpərvər gənc kimi ordu sıralarına üst tutur. Əlamov ilk olaraq Bərdə rayonundakı en saylı hərbi hissədən xidmətə başlayır. Goranboydan Kasabet dağına qədər döyüş yolu ketmiş. Maqabuz, Maxirta, Metşen, Manaşet, Mudlu, Mardusavan, Sərsəngöl kimi məntəqələrin alınmasında igidliklə vuruşmuşdu. Soyuq səngərlər, gərgin cəbhə həyatı onun səhhətinə pis təsir etdiyindən 2 dəfə hospitala düşdü Sədaqət. Nə səhhətinin nasazlığı, nə də ata-anasının cəhdləri onun adından daşındıra bilmədi. Son dəfə Novruz bayramını ailəsi ilə birlikdə keçirdi. Sən demə bu bayram Sədaqət və onun yaxınları ilə sonuncu görüşü imiş. Əmisi oğlu Qabil Əlamovun xatirələrində Sədaqətin son görüşü belə xatırlanır. Çox narahat idi, sanki arası tələsirdi. Bayram axşamının bitməsini səbirsizliklə gözləyirdi. Sədaqətin cəbhə gündəliyindən aydın olur ki, rəhmətlik Fəxrəddin ondan 15 metr irəlidə gedərkən minaya düşmüş və Sədaqətin tankında döyüş xəttindən çıxarılmışdı. Bu iki döyüşçünün ölümü də bir-birinə oxşayıb. Hər ikisi ağır yaralanıb və son sözləri eyni olub. Məni xəstəxanaya çatdırın. Yenidən döyüşə qatılmalıyam, vəssalam. 1993-cü ilin aprel ayının birində Əlamovlar ailəsinə dəhşətli xəbər verildi. Əlamov Sədaqət Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. Heç kəs Sədaqətin ölümünə inana bilmirdi. Lakin acı da olsa bu həqiqət idi. Qanlı Qarabağ savaşı onu vətən sevgisi ilə döyünən digər gənclər kimi azğın düşmənlə üz-üzə qoyaraq şəhidlik zirvəsinə ucaltdı. Anasının onun toy mərasimi üçün aldığı nişan səbətləri məzarlığına nəsib oldu. Qəlbi vətən sevgisi, torpaq təəssüb keçdiyi, böyük qələbə arzusu ilə döyünən bu alovlu vətənpərvər gənc öz qısa, lakin şanlı ömür yolunda canını doğma vətənə verərək əbədi yaşarlıq zirvəsinə ucaldı. Nifrete çevrildi bakışlarınız, kanlı seçilerde akışlarınız, güllere garip olmuş baştaşlarınız,
Namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, Acablı bodumda yanan oldunuz, Köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azaplı bodrumda yanan oldunuz. Köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Can qurban etmənin vaxtı çatıbsa, səndən hansı namərd əsirgəyər can? Qoyaram başımı ayaqlarına, ey ana torpağım, ey Azərbaycan. İgid oğulların qəhrəmanlığı tanıtdı xalqını bütün cahana. Vətən üçün canından keçən oğullar azadlıq bəxş etdi Azərbaycana. Vətən müqəddəsdir, vətən anadır, könlüm bu ananın sorağındadır. Əsil vətəndaşlar, əsil igidlər doğma Azərbaycan torpağındadır. Vətəndaş olmasan boş şeydir vətən. 5 günlük, 10 günlük güney dayadır. Vətən məfhumunun arkasındakı vətənin sədaqət tək oğullarıdır. Dağlar daxımdır mənim, qəm oylağımdır mənim. Dindirmə, qan ağlaram, yaman çaxımdır mənim. Əziziyəm ay qardaş, qaşın ucu yay qardaş. Ölsə bacılar ölsün, heç deməsin vay qardaş. Sən mənim ayım, bacım, baharım, yayım bacım. Vətən üçün can verdim, etməyin vay bacım. Əzizim bala dərdi, el dərdi, bala dərdi. Of düşmən, balan ölsün, yamandır bala dərdi, yamandır bala dərdi. Demək ki, bu nə yazdır? Ağlama, şəhid anası. Oğlundan Allah razıdır. Ağlama, şəhid anası. Saçın dərddən ağarmasın, ömrünü duman almasın, gözün yollarda qalmasın, ağlama şəhid anası. Gideylənmə taleyindən, kədəri aş ürəyindən. Yox silinsin gözlərindən, ağlama şəhid anası. Şəhidlər ölmür, yaşayır, haqq dərgahına uzanır, ürəklərdə yuva salır, ağlama şəhid anası. Sək əllərinlə alıb şəklini, baş çəkib ağlama şəhid anası. Dizlərinin üstünə əyib belini, sürlət tək ağlama şəhid anası. Çemen güllerinden alır dertlimi, sen daha isteme benim kalbimi. Çemen güllerinden alır dertlimi, sen daha isteme benim kalbimi. Kalbimin üstünde ulduz şeklimi, sen görüp ağlama, anam ağlama. Kalbimin üstünde ulduz şeklimi, sen görüp ağlama, anam ağlama. Ağlama, ağlama, ağlama,
milyonlarla ölçülə bilər. Ancaq vətən uğrunda şəhid olmaq daha böyük xoşbəxtlikdir.